Ay nazir, sənə məktub yazmışam. Niyə cavab vermirsən? Ya telefonları götürmürlər, ya da məktublarımıza çox gec cavab verirlər. Nəticədə bizim cəmaatla bağlılığımız onların suallarına, problemlərinə diqqətlə yanaşmağımıza mane olur. Xalqın biraz ironik, biraz xalqvari bir məşhur ifadəsi var. Müəllim, bən o oldu. Xalqla üzbəyüz qalan, yaxası əlində olan deputat da nə nazirdir, nə komitə sədridir, nə başqasıdır. Və bu söz güllədən betərdir. Çünki cavabın yoxdur. Bir söz deyə bilmirsən. Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Halbuki elə bu deyilsən sən. Çünki deputatın da sənə yazdığı məktub xalqın arzusu ilə, istəyi ilə, problemi ilə bağlıdır. Cavab verməlisən. Axşam bu sahə üzrə nazirsən, işləyirsən, nə bilim, hər cür deputatdan da keyfiyyətli və səmərəli şəraitə maliksən. Niyə cavab vermirsən? Niyə telefonu götürmürsən? Bilirsiniz, bizim də işimiz çoxdur da, bütün günü ora gedirik, bura gedirik. Qəbul elədim. Bəs axı sənin köməkçin var. İkinci, sən axşam qayıdıb gələndən sonra 4 nömrədə sənə zəng eləyən adamların, o cümlədən deputatların adını görürsən. Yaxşı, iş vaxtından sonra da düşünərsən ki, deputat yəqin çıxıb gedib, hara zəng eləyəsən? Köməkçinə denən. Bəs bu köməkçilər nədən ötürüdür?